Dripping effekt belə bir şeydir. Photoshop. Amma belə tipli effektlərdir. Dinamik əyləncə sektorlarında hazırlana biləcək bir effektdir. Yəni bu drippinglərdən çoxdur, yəni istədiyiniz dripping tərzləri götürüb işlədə bilərsiniz hətta. Yəni onun bir şey yoxdur. Eee, Bir dənə deyə bir dripping yoxdur da. Bir neçə drippinglər axmalı belə tipli bir şeylər var. Çoxdur yəni. Liqua ilə də hətta dartmaq olur. Onu da göstərərəm. Bizə deməli 2 dənə element lazım olacaq. Bir portret, maraqlı bir portret şəkli və bir dənə də dripping şəkli lazım olacaq. İki əsas önəmli faktor. Burada bir dənə portret yenə götürürük. Məncə portret Hudi yazaq. Görək nə çıxır. Məsəl üçün. Tak, bunu götürdük. Getdi. Ucu lazım deyil bizə. Şəklimizi götürürük. Öyle. Bu nə keyfiyyətsiz oldu? Keyfiyyətsizdir. Daha keyfiyyətli bir şey tapaq. Əslində bu keyfiyyətli olan keyfiyyətli eləyə bilərik. Yəni I love image saytına bunu kopyalayırıq, atırıq bura. Kopyalaraq atmaq olmur, yükləməliyik. Bunu yükləyək. Keyfiyyətsiz olan şeylər var. Burada keyfiyyətini 4x-ə qədər artıra bilərsiniz. Şəkli atırıq bura. Bunu 4x eləyirik. Fərqə baxın. Bu belədir, bu gündədir. 4x-dan görün necə keyfiyyətli elədi. 4-ü və kvalitəni artırırıq. Gözləyirik yüklənsin. Və yükləndi. Və indi keyfiyyətli şəkildə götürürük. Və oldu keyfiyyətli. Gördüyünüz kimi. Bizə lazımdır bunun arxa planını silmək. Arxa planında Select Subject-lə və ya da Magic Reversal tool-la bunlarla silə bilirik. Sildik. 2 klikə sildik, təmizlədik. Və bizə dripping lazımdır. Gedirik, dripping bench götürürük. Bunların brushları da var. İstəsəniz brush da yükləyib istifadə edə bilərsiniz. İstəsəniz belə də götürə bilərsiniz. Amma fərqi yoxdur yəni. Amma daha maraqlı belə drippinglər götürməyə çalışın ümumiyyətlə. Biraz belə realistik olsun da belə tipli bir şeylər. Belə tərzdə ola bilər. Belə illüstrasiya tipində olanları götürməyin. Bu da var. Qanlı. Keyfiyyətçi lazımdır biraz. Yaxşı, götürək bunu. Hə, burada FreeBSD doludur. Hə, budur. Yükləyək bunu. Nə faylıdır bu? Buna baxaq. Hə, Illustrator faylıdır, amma maraqlı görsənir, realistik görsənir. Illustrator faylını açırıq. Ya da elə bunu EPS birbaşa ata bilərik. Düşdü. Bence bunun arxa planını təmizləməli olacaq. Ya da ki, birbaşa olaraq bunu arxa planını elə harmonik 30-durarıq. O da olar yəni. Bütün məsələ hardan hara dripping eləyəcəyik. Onu test eləməyimizdir. Hardan hara axmanı tənzimləyəcəyik, hardan haranı dripping eləyəcəyik. Bunu ölçməyimiz lazımdır. Yəni özümüzə görə bu ideyanı şey eləyirik, tərkibini oluşturmuş oluruq.
Burada yəni elə də şey yoxdur. Bir qayda yoxdur da immini bura eləməlisiz falan. Belə tipdə bir şey yoxdur yəni. Əsas məsələ bu öz ölçüsündən kənar da eləyə bilərsiniz. Çünki dribbingdə onsuz da. Belə bu tipdə tutaq ki, bura 30 dururuq. Opposite-sini azaldaraq baxırıq ki, harda hara dribbing olacaq. Amma buradan bura dribbingdir. Səsə buradan bura eləyə bilərik. Belə bu tiplərdə 30 dururuq. Məsəl üçün bu hissədən tutaq ki, dribbing başlasın tipində yanaşa bilərik. Bunu 100% eləyirik. Rasterizə eləyirik şəklimizi. Yəni dribbingi rasterizə eləyirik. Sonra gəlirik Magic Wand Tool seçirik. Magic Wand Tool seçəndən sonra bu Magic Wand Tool-da diqqət eləməliyik nəyə? Toleransa. Tolerans 30-35 aralığı, 31 filan belə tipdə olmalıdır. Point sample-da qalmalıdır. Bu dublikat yox, bir hissəli seçilməlidir. Və ondan sonra ağ hissəyə klikləyirik. Ağ hissəyə kliklənir, seçilir iminli, yəni bu C hissəsi, dribbing hissəsi seçilir. Sağ düyməyə basıb similar eləyirik. Hansı ki, daha doğru şəkildə bu xırda axmaları seçilsin. Bu üsul təkcə dribbingdə yox, istənilən bir xırda üsulları seçməyi də köməkli göstərir bizə. Sonra bir dənə delete düyməsinə basan kimi sildi bizim üçün. Gördüyünüz kimi, yəni tərtəmiz sildi. Sonra bir dənə də Ctrl D eləyirik, hazırdır. Yəni bu təmiz xırda detalları silmək üçün çox yaxşı istifadə edilən bir üsuldur. Yəni köməyə çatır. Ondan sonra qalan şeyləri tənzimləmək, səliqəyə salmaq o sonranın məsələsidir. Bu dribbing hissəyə gəlirik. Sağ düyməni basırıq. Burada şəklin üstünə basmalıyıq. Şəklin üstünə basırıq. Burada bizim select pikselimiz var. Select pikseli seçirik. Təzədən elə ki, bu piksellərin seçilməsi üçündür. Yəni əgər belə deyək də çıxmısınızsa, tutaq ki, Ctrl D edib çıxmısınızsa, təzədən iminli o hissəni seçmək üçün bizim köməyimizə gəlib çatır. Ondan sonra nə edirik? Bu ki, select pixel elədi, yenidən detallı şəkildə bizim üçün hər xırdalığı seçdi. Ondan sonra gələsiniz select bölməsinə. Select bölməsində burada bizim isolate layer'imiz yoxdur, inverse lazımdır bizə. Inverse. Inverse hissəsinə gəlirik. Inverse hissəsini seçirik. Inverse daha da onu şəffaflaşdırır. Daha harmonik eləməyə başlayır. Şəkillə harmoniyasını tənzimləmək üçündür. Və həmçinin gözünü bağladığı zaman biz bunun xırda detallarını, xırdalığını görə bilirik ha şəkildə. Necə işləndiyini filan. Və biz bu şəklimizi, vizualımızı mask edirik. Mask edəndən sonra gördünüz birbaşa olaraq və hətta bunu gözünü açsaq görə bilərik ki, hə, bu tipdə məsəl üçün ağ hissə əslində artıq şey eləyib, dribbingə bizim üçün effekti tətbiq eləyib bu hissəmizi mask elədiyimiz üçün. Və hətta biz nə edə bilərik? Bunu Ctrl-I eləyirik. Görürük ki, hə, bu hissə məsəl üçün kəsilib. Özü artıq dribbing tətbiq olunub. Amma ona görə biz bir dənə də bu baş hissəsi olsun deyə və yaxud da belə edək, Ctrl-I elədik. Bu bizim üçün axıb kəsilib də, düzdür. Bunu seçib bu bizim bu hissəmiz olsun. Bu hissədə əslində gördüyünüz kimi. Sadəcə bunu biz isolate eləmişik deyə bu bizim üçün kəsib özü, dribbingi kəsib artıq avtomatik. Amma bunu daha yaxşı kəsilməsini istəyiriksə, dala qaydırıq. Dala qaydırıq. Bunu daha əslində belə kəsilib bir şey. Çünki isolate eləmişik. Isolate eləyib kəsmişik. Amma bu hissələr görsənmir. Bizə lazımdır ki, biraz da dala qaydırıq. Bax, görürsünüz, eskiz gəlir buradan. Bu tərəfə artıq görsənmir. Çünki şəkli buracan hesablayıb. Ona görə nə edirik? Bunun gözünü açırıq. Bunu qaldırıq aşağı, qaldır yuxarı.
Məsələn, ta ki buradan olsun istəyirik. Hansı ki bu damlalar da görsənsin deyə istəyiriksə. Ondan sonra bir dənə də izolat edir. İzolat üzrə hər şeyi bizim yerimizə həll eləyir, inverse eləyir daha doğrusu. Inverse eləyirik. Ondan sonra bunun gözünü bağlayanda görə bilirik artıq əslində xəttin kəsilməsini. Biz bunu mask eləyəndə artıq görəcəyik. Gördünüz? Ha? Damlacıqlar. Avtomatik damlacıqlara çevrildi. Amma məsəl üçün qaqaşın başını da görsənməsini istəyiriksə, General Brush Soft Round-la bunu təzədən kontrol eləsəm əslində bu belə olur. Bunu təzədən Ctrl I eləyəndə təzədən bunun əksinəsi olur. Yəni avtomatik çevrilməsi olur. Və burada ağdan qara qaqaşı qaytara bilirik. Amma bu hissə ağ olmalıdır. Bu hissə qara olmalıdır. Tərsinə olanda sadəcə pozur. Amma yuxarı isə ağ olanda, aşağı isə qara olanda elə bilin ki, müəyyən hissəni çəkir qaytarır. Qaqaşın başında qaytardıq. Bu şəkildə izolatimiz tamamlanmış olur. Yəni, burada önəmli bir detal sadəcə Ctrl D eləsəz olar, eləməsəz olar. Əsas o şey hissəsini qaytarmağımızdır. Seçdiyiniz hissənin, yəni bu isolate hissəsinin, bu damlacıq hissəsinin seçildiyindən əmin olmağımızdır. Qırı-qırı xəttlər üzə çıxmalıdır. Ona dəqiqə sağ düyməni basıb select pixel edirsiniz, çıxır yəni o dəqiqə. Ondan sonra isə bunun bu şəkildə kəsilməsini istəyirsinizsə, select inverse eləməlisiniz. Sonra gözü bağlayırsınız və orijinal şəkli, yəni adamı mask eləyirsiniz. Mask eləyəndən sonra da Ctrl I eləyirsiniz mask hissəsinə. O artıq avtomatik özü oturur. Yəni bu tək məsəl üçün damlacıqlar deyil, başqa şey də eləyə bilərsiniz. Yəni bunu başqa şeylər tətbiq etmək olar. Ağlınıza gələn hər bir ideyada tətbiq eləyə bilərsiniz əslində. Sadəcə bu tipli damlacıqları daha maraqlı olur. Yağış damlasında da eləyə bilərsiniz bunu. Şimşəklə də eləyə bilərsiniz. Yəni bu şəklin bunun əvəzinə nə istəyirsiniz qoyub eləyə bilərsiniz eyni qayda ilə. Və belə maraqlı manipulyasiya çıxır. Sonra götürürsüz teksturanızı. Tekstura götürürsünüz. Yazım rəngini çəkirik. Təbii ki, ağ burada belə görsənməyəcək. Bunun rəngini təzədən dəyişirik. Ara eləyək. Fontumuzu dəyişirik. Belə dinamik, biraz daha belə fərqli atmosferə sahib bir font tapırıq. Yəni, məsəl üçün, Brush King-lə. Səsə lap bunun bucağını dəyişirik. Və belə tipdə bir poster üzə çıxartmış oluruq. Bu olur manipulyasiyanın da bir növü. Gördünüz? Yəni, rahatdır bir tərəfdən. Bir tərəfdən rahatdır. Sadəcə düzgün məğzən bunu hazırlamamız lazımdır. Və Bir şey diyeyim. adlanır. Bayaqları siz kontrol I eləməmişdən qabaq onun kəsildiyi kimi görsənir deyə ondan nə elədiniz? Kontrol nə Select elədiniz? pixel. Select pixel. Select pixel. Aha, tamam. Yəni onu görünməz eləyəndə oğlanın üstündə görsənirdi bax. Ay, sonra. Neysə. Bəli. Aha, tamam. Bu məsələn dripping idi. Başqa nə var? Məsəl üçün maraqlı. Gəlin indi onu tətbiq eləyək. Nələr var? Baxaq görə Freebik bizə bunda tövsiyə edir. Şokoladdır. Şokoladla da eləmək olar, amma dripping kimi bir şeydir o. Belə damlacıqlar var. Belə damlacıqlarla eləmək olar. Damlacıqlar da çox effektiv olur, maraqlı olur. Başqa nə var? Mesela balon yazaq. Görək balonla bağlı maraqlı nə verir? Balonlardan eləyək. Balonla elə də effektiv olmayacaq. Bu məğzi var, dripping olması belə axırdı ya.
Şokoladda da olar, yəni o da dribbing kimi də elə eyni şeydir. Belə baxanda yəni bu dribbing kimi effektiv ol. Bu məsəl üçün bunun tərsini çevirmək olar. Amma bunun tərsini çevirmək olar. Bunun tərsini çevirib eləmək olar. Okey, yoxlayaq. Birinci baş saldığımızda bu üsulla eləmək olar. Hamısı, bəli, bəli. Onu deyirəm də, bu Bayaq dribbling ki dərs yerinə məsəl üçün o ağaclı olanı. əlavə eləyə bilərsiniz içinə. Amma o ayrı bir şeydir, bu ayrı şeydir. Mix eləyə bilərsiniz. Mix eləmək olar. Maraqlı bir şey çıxartmaq olur. O da bir ideyadır. Böyle peyzlik. Baxın, burada 3 dənədir. Bunları sizə layer eləyirəm. Burada 3 dənədir də. Mən istəyirəm amma bunu çıxardım. Seçirəm bunu poligonla. Sonra Ctrl-J eləyirəm. Çıxartdım. Buradadır. Sonra bunu da Ctrl-C eləyirəm. Gəlirəm bu qaqaşın üstünə. Bu qaqaşı sildik. Bunu da sildik. Qaqaşı da sildik. Ctrl-V. Bu budur. Ctrl-T eləyib tərsini çevirirəm. Belə. Yəni ki, belə də eləyə bilərik. Əslində belə də eləyə bilərik, hə. Belə eləyək. Sadəcə bax, bütün belə əhatə eləməlidir də. Belə, belə olmalı, belə də ola bilər. Belə çıxsa, onu bilməlisiniz ki, buracan olacaq. Və ya da belə olsa, bilməlisiniz ki, burada buracan olacaq. Yəni, şəklin üstündə əhatə olmalıdır. Bu şəkil bütöv əhatə olmasına çalışmalısınız hardasa. Və hər tərəfdən qaplasa daha maraqlı olacaq. Əslində belə ola bilər. Okey, yoxlayaq. Bu hissəsi hazırdır. Əslində PNG düzü. Bir dənə bizə qalıb bunu, həm də rasterizə edildi. Bir dənə bizə qalıb bunu select pixels eləməyimiz. Çünki təmizlənib hər şey. Bir dənə select pixel eləyib. Bir dənə də bayaqkında Magic zadı niyə işlətdik? O biraz çətin üsulla göstərdimsə, onu da biləsiz də. Yəni silməli şeylərdə necə eləyəsiniz? O Magic-i orada ona görə işlətdik ki, xırda detalları daha yaxşı təmizləyə bilək. Alternativ olaraq dedim sizə. Amma arxa planımız tərtəmiz isə bir dənə birbaşa select pixel eləyib, sonra da inverse eləyərək, sonra gəl bu qaqaşı da gözünü bağlayırsınız. Bu işarə qaldı burada. Bu qaqaşı da seçirik, mask eləyirik. Sonra bir dənə Ctrl-E eləyirik. Qaqaş buradan öncə tənzimlənmiş oldu. Sadəcə göründüyü kimi burası belə oldu. Şokolada döndü belə. Sonra burası ağ olur. Bu rəng hissəsi. Bu hissəsi qara olur. Brush'ımızı seçib qaqaşı rəngləyə bilərik. Sadəcə belə bu çox da mənalı olmadı. Çünki bu hissəsi çox da yaxşı deyil. Dala qaydırıq. Bunu bu dəfə aşağı eləyirik. Ya da tərsini eləyə bilərik. Bunun məğzi, yəni xırda detalların görsənməsidir. Yəni hər ideyada da işə yarayacaq demək deyil, çünki fikirdən fikrə dəyişir. Görürsünüz, bir çox hissəsini kaplamayıb da, buralar boş qalır. Amma yenə də yoxlayaq. Ona görə dribbing deyirlər də. Dribbingdə daha effektiv olur, daha maraqlı olur. Hər şeydə ideal olmur. Qayda amma yenə də eynidir. Gözünü bağladıq, qaqaşı seçdik. Mask. Görürsünüz, bu da belə oldu. Belə oldu. Çünki bu hissələri əhatə eləməyib də. Biz elə eləməliyik ki, bütöv hissələri əhatə eləsin. O da böyüyür, o belə olur. İndi görək, bir də yoxlayaq. Bütün məsələ bütün hissəni əhatə eləməsidir. Inverse. Yadda saxlayın, inverse. Qaqaşdan mask eləyirik. Ctrl-E. Görürsünüz, bu da belə oldu. Bir məntiqli bir şey çıxmır bunlardan. Dribbing amma daha maraqlıdır. Elə çox dizaynerdə dribbingdən eləyir. Ona görə bunun adı elə dribbing effekti olur. Versəz, müxtəlif tərzlərdə çıxır. Məsəl üçün, əlavə. 'Əlavə'. 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 'Ə
Belə. Başa düşdünüz uşaqlar? Bəli, başa düşdüm. Bəli. Yəni işləyərkən, dizaynlarınızı hazırlayarkən belə tərzlərdən istifadə etməyə çalışmalısınız. Mövzunuzla əlaqələndirməyə çalışmalısınız. İşinizlə, yəni vacib deyil belə %100 eynisini eləyəsiniz də, onun alternativlərini də tapmağa çalışın. Başqa bir detalla işlətməyə çalışın. Test aparın. Məsəl üçün, baş şokolad mənə maraqlı gəldi, yoxladım, heç vaxt yoxlamamışdım. Yoxladım, gördüm ki, bir şey çıxmır. Bir şey çıxmamasını bilməyimiz üçün ən azından onu yoxlamalıyıq. Yoxlayandan sonra daha dəqiq biləcəyik ki, hə, bu doğrudan da niyə dribbing adlanır? Onu başa düşməyə başlayırıq. Hı hı. Və yaxud da həmişə bu Bir şey deyim. aşağı eləyiblərsə, siz onu götürürsüz, yuxarı eləyin. Saçlara məsəl üçün eləyə bilərsiniz. Belə hər zaman alternativlər tapın. Bunu nümunə boş-boşuna çəkmirəm. Bunu hər bir effektlərdə, hər bir toolda, hər bir detalda eləyə bilərsiniz. Aha, Gülnar. Bu oğlandakı yırtmaclı detayı bəs necə veririk? Onu da eyni Kağız, o qayda da ilə məsələn kağız. Hə, onu da kağızla eləyə bilər. kağız tapır. Aha, Hə, tamam. kağızla eləyə bilər. Sənə bəlkə kağız ağlıma gəlməmişlər. Kağız yaxşı ideyadır. Kağızla eləyə Hı bilərsən. hı. Ha, burada da Tamam. belə bir şey var. Amma bu məsəl qəşəng görsənmir. Ha, bu kağız okey, maraqlı görsənir. Damlacıq maraqlıdır. Başqa nələr var burada? Belə şeylər var. Bunlar elə də maraqlı deyil, effektiv görsənmir. Belə var. Sonradan belə yerə, görürsüz alternativ fikirləşib. Güya axdı, getdi, töküldü yerə. Aşağıya da bir dənə belə boya tökdü. Götürüb boya penci. Onun gerisini özü tamamlayıb da. Yəni elə Hərdə deyil özünüz əslində. pencin eləyirsiniz, hə. Özünüz Ha, tamam. penci ilə yerə boya atırsınız da. Alternativ düşünürsüz. Hı. Əlavə edir düşünün. Bütün məntiq bundan ibarətdir. Burada belələr də var. Arxaya da bir dənə belə rəng partlaması qoydu. Əlavə olaraq qoya bilirsiniz. Bura məsələn kölgə qoydu. Bu tipdə məsələn. Amma burada belə əlavə xəttlər də belə qoyub özü üçün. İdeyalardır bax bunlar görürsüz. Əlavə yəni. Təkcə bunu elədi, bitirdi yox da. Bu tərəfdən də başqa şey də qoyur. Kölgə belə qoydu. Kölgə də qoydu məsəl üçün. Özü əlavə bir abu-hava yaradır. Bax bir var ki, bu belə qalır. Dala qaytaraq. Bizim elədiyimiz. Məsələ bu belə şokolad kimi qalsın burada. Dribing elədik. Şokoladı götürürük. Ctrl V. Bunun rəngini dəyişirik. House saturation. Colorize edirik. Alt düyməni basaq colorize eləyək. Narıncını tapmağa çalışırıq burada. Narıncı, narıncı, narıncı. Tam da narıncı çıxmır. İstədiyimiz narıncını almağımız üçün belə oynatmalıyıq. Eyni narıncını tapmaq. Eyni o tipdə narıncını vermir bizə. Şokolad özü kölgəli işıqlıdır. Məcburən qaqaşı dəyişərik. Qaqaşı seçirik. Bax, həmişə çıxış yolları tapmalısınız. Məsələn, ürək istədiyiniz kimi bu rəngi burada əldə edə bilmirsinizsə, onun alternativ fikirləşməlisiniz. Yəni, biraz becid olmalısınız. Bir düzünə fikirləşməməlisiniz. Fərqli istiqamətlər, yollar dənəməlisiniz. Qaqaş indi korrejini verməyəcək. Bunu bu cür verdisə, bunu da house alteration'la. Belə uyumlu olur. Bu çox parlaq deyə bunu ona görə dəyişir. Bu da bir
variant bu tipdə. Məsəl üçün hazırlaya bilərsiniz. Və yaxud da kölgəvizi verə bilərsiniz. Fiqurlarım hanı? Bunu qara eləyirik. Və kölgəmizi çəkirik məsəl üçün. Və yaxud da ki, belə çəkə bilərik. Və yaxud da böyük bir şəkildə. Sizdə kvadrat dairə ilə daha yaxşı olacaq. Buraşın özünə yaxşı olmurmu? Kvadratımı tapa bilmirəm. Hə, burada. Gülnar, səsi bağlayın da, səs bura gəlir. Məndə deyil səs Cahangirdən. Cahangir? Ha, keyif verməmişəm müzəyyəsin. Hə, eybi yoxdur. Dairəmizi çəkirik. Rəfiqədən sonra günah keçisi oldu. Rəfiqə deməyin. Rəfiqənin adını eşitmək istəmirəm. Qara. Və nə edirik? Opacity-ni biraz azaldırıq. Sonra da filter. Blur. Qalsın blur. Convert to Smart Object. Və blurumuzu düzəldirik. İstədiyimiz kimi də okey. İstədiyimiz kimi də böyüdürük. Biraz opacity-ni azaldırıq. Və hazır. Kölgəli şəkildə. Gördünüz? Bəli. Qalır bunları test eləməyimiz. İndi bugün bunları öyrətdim. 2 dənə fərqli effektlər öyrətdim sizə. Bunları bir-bir təzədən yoxlayın. Özünüz testlər aparın. Sonra keçin brandinqinizdə də ideallar fikirləşərək bunları düşünüb hazırlamaq. Bu qədər uşaqlar. Kimin nə sualı? Bir şey deyim, bu ambulansdan fond yükləmək var ya, siz demişdiniz yüklə düyməsini tap. Orada mən bir hansı atdı məni tapa bilmədim. Yəni bir dənə nümunə Onda yoxdur göstərə yəqin ki. bilərsiniz? Onda yəqin Fond. onda free download hissəsi yoxdur. Çünki bir dəfə Hər- yükləmişəm, ikinci dəfə təzədən yükləyəndə başqa səhifəyə atdı, tapa bilmədim. Həmin fond yoxsa başqa fond? Həmin fond. Bir Yəni yükləmək istədiyim fond. yükləmiş təzədən bir də niyə eyni fond yüklürsünüz ki? Yox, fərqli bir fond yüklədim keçən dəfə, amma bu dəfə başqa bir fond yükləmək istədim. Hətta Behance atdı mənə. hər fonda görə fərqlidir. Hər fonda görə sizi Behance Hər fond yükləmir onda. Ya da deyək ki, qiymət belirlə. Yəni qiymət belirləyib elə yükləmək olur. Bəziləri pullu ola bilər, bəli. Ya da ki, Aha, başqa tamam. saytda atır, o saytda ucu pulludur. Onu ucu qabaqcadan bilmək olmur, heç nə eləmək olmur. O fond Tamam. dəyişir. Ya da ki, fondun adını öyrənib Google-a yazıb, qabağına free yazaraq başqa yerlərdən bunun free ya ona bənzəyən, ya başqa yerdə onu free yayımlayıblarmı deyə baxa bilərsiniz. Tamam. Başqa sualı sözü olan? Yox tabii ki. Yox. Tamamdır. Zara, tapşırıqları gözləyirəm. Bir dənə siz qalmısınız. Tamam. Brandingi yekunlaşdırın artıq, çox uzandı bu. Yəni, martda bitir. Oldu. Okey, videonu da atıram sizə, yükləyərsiniz. Mütləq yükləyin, baxın. Sağ olun. Oldu. Oldu, görüşürüz. Hələlik, sağ ol.